Prezident İlham Əliyevin imzaladığı qeyri-neft qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən ixrac rəsmiləşdirilməsi xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq. Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, sənəd Azərbaycan mənşəli qeyri-neft qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur. Gələn aydan ödənilməyə başlanacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsait Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Bu zaman ixrac olunmuş qeyri-neft qaz mallarına görə gömrük rəsmiləşdirməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Kompensasiya məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-nadək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək. Bu qeyri-neft qaz ixracının strukturunun dəyişməsi və bazarlar üzrə şaxələnməsi şərait yaradacaq.